Salam. 8-ci sinif 1-ci hissədən mövzumuz olacaqdır 4.1 heyvanlarda tənəffüs haqqında mən keçən dəfəki dərsimizdə məlumat vermişdim. Bugünkü dərsimizdə isə ağciyər tənəffüsləri haqqında, onların fərqli xüsusiyyətləri nədən ibarətdir, onlar haqqında müəyyən qədər məlumat əldə edəcəyik. Bax, bu təsvirdə gördüyünüz müxtəlif onurğalı heyvanların ağciyərlərinin təsviridir. Birinci burada verilən təsvir qurbağanın ağciyəridir. Qurbağanın ağciyəri gördüyünüz kimi iki ağciyər deməli kisəvari formasında olur. Ondan ayrılan bronxlar birbaşa qırtlağa, qırtlaq isə birbaşa ağız boşluğuna açılmış olur. Kisə şəklində olan ağciyərlər o qədər də yaxşı inkişaf etməyibdir. Onların oksigena olan tələbatını ödəmək üçün bildiyiniz kimi qurbağalarda dəri tənəffüsdə mövcuddur. Ağciyər kisələrinin divarlarında qan kapillyarları var ki, qazlar mübadiləsi orada həyata keçirilir. Növbəti kərtənkələnin ağciyərinin təsviridir. Ümumiyyətlə sürünənlərdə bildiyiniz kimi dəri tənəffüsdə iştirak etmir. Yalnız ağciyərlərdə tənəffüs həyata keçirilir. Ağciyərlər bunlarda da cüt orqandır, uzunsov formadadır, çoxlu büküşlərə malikdir. Bu cür büküşlərə malik olmaq onlarda tənəffüsə və yaxud oksigena olan tələbatı ödəmək üçün əlverişli bir şərait yaratmış olur. Ağciyərlərdən bronxlar, bronxlardan isə traxeyalar onu xarici mühitlə deməli əlaqələndirmiş olur. Bunlarda bildiyiniz kimi sürünənlərdə sırf ağciyər tənəffüsü həyata keçirilir. Onlarda dəri tənəffüsü qeyd elədik ki, yoxdur. Növbəti burada gördüyünüz quşun deməli ağciyərlərinin təsviridir. Bildiyiniz kimi quşun ağciyərləri, bax görürsünüz, bu ağciyərlərdir. Ağciyərin önündə və arxasında hava kisələri mövcuddur. Bu hava kisələri hətta onların borlu sümüklərinin içərisinə, dərinin altına və əzələlərin arasında da yerləşə bilir. Deməli, bir cüt burun dəlikləri 3 sənədə yerləşir. Oradan burun udlaqla deməli alınmış hava aparıcı yollardır ki, bu da traxeya və nəhayət bronxlara, oradan da ağciyərlərə daxil olur. Ağciyərlərdə bronxlar şaxələnir, bronxiyalları əmələ gətirir ki, bunlardan da deməli həmin bronxiyollar vasitəsilə havanın bir qismi ağciyər arxası hava kisələrinə, digər qismi isə ağciyərin önündə yerləşən ön hava kisələrinə daxil olmuş olur ki, bunun sayəsində də quşlarda içqat tənəffüs həyata keçirilə bilir. Növbəti alveol insan ağciyərinin bəli təsviridir. Bax, bu ağciyərlər yenə cüt orqandır, döş qəfəsində yerləşir. Deməli, alveollar vasitəsilə qazlar mübadiləsi alveolların divarında olan kapillyarlar vasitəsilə həyata keçirilmiş olur. Qurbağalarda dedik ki, ağciyərlər kisə formasındadır, zəif inkişaf eləyibdir, oksigena olan tələbatı tam ödəyə bilmir. Burada təsvirdə ağciyərlər deməli nəfəs alma qurbağalarda, yəni ağciyər tənəffüsü necə həyata keçirilir, onun haqqında məlumat verilibdir. Gördüyünüz kimi onlarda da burun dəlikləri olur. Burun dəlikləri üst sənədə yerləşir, üstündə yerləşir. Deməli, qabarıq gözlərinin ön tərəfində. Burun dəliyi açılanda xarici mühitdən hava ağız boşluğuna daxil olur. Bu ağız boşluğunun deməli ağzın çənəaltı dərinin aşağı və udlağın aşağı çəkilməsi sayəsində burada deməli hava ağız boşluğuna dolmuş olur. Belə bir vəziyyətdə hələ gördüyünüz kimi deməli qırtlaq bağlı olur. Bildiyiniz kimi deməli bilavasitə bunlarda traxeya olmadığına görə qırtlaq bilavasitə ağız boşluğu ilə əlaqəli olur. Belə bir şərait olduqdan sonra deməli alt çənənin altında olan əzəllər dəri yuxarıya doğru çəkilərək, həm də qırtlaq açıq olur. Qırtlaq açıq olduğu üçün ora daxil ağız boşluğunda olan hava bilavasitə ağciyər kisələrinə keçmiş olur və beləliklə də
ağciyərlərdə qazlar mübadiləsi həyata keçirilir. Sonra isə qarın-altı əzələlərin yığılması sayəsində nəfəsvermə həyata keçirilmiş olur. Sürünənlərin ağciyərləri haqqında dedik ki, yaxşı inkişaf eləyib, sırf oksigenə olan tələbat bunlarda ağciyərlər vasitəsilə həyata keçirilir və dəri tənəffüsü onlarda yoxdur. Quşların müəyyən qədər tənəffüsü haqqında məlumat verdim. Dedim ki, ön və arxa hava kisələrinə daxil olur. Bu prosesin gedişatını öyrəndiklərinizi tətbiq edində verilən, bax bu təsvirdə yenə geniş şəkildə izah verəcəyəm. Məməlilərin ağciyərlərində amfibilərdən, sürünənlərdən və quşlardan fərqli olaraq alveollar mövcuddur ki, onların qazlar mübadiləsi sırf alveollarda həyata keçirilmiş olur. Öyrəndiklərinizi tətbiq edin. Quşlarda oturarkən və yeriyərkən qabırğarası əzəllərin, uçarkən isə döş əzəllərin hesabına döş qəfəsi genişlənir. Bu zaman ağciyərlərdə qazlar mübadiləsi baş verir. Digər onurğalılardan fərqli olaraq quşlar həm nəfəs alma, həm də nəfəs vermə zamanı tənəffüs etmiş olurlar. Təqdim olunan təsvirə əsasən içqat tənəffüs adlanan bu prosesi təhlil edin. Qeyd elədik ki, havaparıcı yollar başlayır burun dəlikləri ilə, burun udlaq, traxeya bunlarda da mövcuddur. Sonra traxeyalar bronxlara ayrılır. Bronxlar ağciyərlərdə daha çox şaxələnərək bronx yolları əmələ gətirir. Bax, bu şəkildə də bir qədər böyüdülmüş şəkildə verilibdir. Ağciyərlərin enkəsi, gördüyünüz kimi bronx yolların eni təqribən 1 millimetrə çatır. Belə şaxələnmə imkan verir ki, havanın bir qismi ağciyərlərin arxasında yerləşən hava kisələrinə təmiz hava daxil olsun. Həmin ağciyər arxası hava kisələri ola bilər ki, içərisi boş borlu sümüklərin içərisində toplansın, əzəllərin aralarında və yaxud dərinin altında belə təmiz hava toplana bilir. Və belə bir şəraitdə bildiyiniz kimi ağciyərdə olan bronxolların bir qismində qazlar mübadiləsi həyata keçirilir nəfəs alma vəziyyətində. Ağciyərlər sıxılanda isə ağciyərlərdə işlənmiş hava ağciyər önü hava kisələrinə daxil olur. Ağciyər arxası hava kisələrindən isə təmiz hava nəfəs vermə vəziyyətində təkrarən ağciyərlərə qayıtmış olur və beləliklə də həm nəfəs alma vəziyyətində, həm də nəfəs vermə vəziyyətində bunlarda qazlar mübadiləsi həyata keçirilir. Bax, burada sxem verilibdir, fikir verin, arxa hava kisələri, ağciyərlər, ön hava kisələri. Bax, bir ilə ifadə olunmuş bu rəqəm vasitəsilə hava gəlir, deməli, hava aparıcı yollardan ağciyərlərə daxil olur. Ağciyərlərdə dedik ki, bronxlar daha kiçik şaxələr bronx yollara ayrılır və həmçinin də ağciyər arxası təmiz hava bir qismi həmin bronx yollar vasitəsilə ağciyər arxası hava kisələrinə toplanmış olur. Ağciyərlərin bronxlarının bir hissəsində bronx yollarda qazlar mübadiləsi həyata keçirilir. Ağciyərlər yığılaraq işlənmiş havanı deməli, ön hava kisələrinə qovlayır və beləliklə həmin vəziyyətdə ağciyər arxası hava kisələrindən yenidən təmiz hava ağciyərlərin bronx yollarından keçən zaman yenidən burada yenə də nəfəs, deməli, qazlar mübadiləsi həyata keçirilmiş olur. Ona görə də quşlarda həm nəfəs alma vəziyyətində, həm nəfəs vermə vəziyyətində ağciyərin alveollarında qanın oksigenlə zənginləşməsi həyata keçirilmiş olur. Ona görə də deməli, nəfəs alma vəziyyətində ilkin nəfəs alma, nəfəs vermə vəziyyətində isə ikincili nəfəs alma fəaliyyəti həyata keçirilmiş olur. Müzakirə edin. Nəfəs verərkən ağciyərlərdən mənimsənilən oksigenin miqdarı artırmı? Fikrinizi əsaslandırın. Biz bilirik ki, quşlar həddindən artıq maddələr mübadiləsi quşlarda sürətlə həyata keçirilir. Onların bədən temperaturu məməlilərə nisbətən yüksəkdir. Bu cür yüksək
bədən temperaturunun saxlanılması, həddindən artıq aktiv vəziyyətdə olma, uçma qabiliyyəti ilə əlaqədar olaraq onların enerjiyə olan tələbatları xüsusilə üstündür. Ona görə də onlarda oksigen olan tələbatı ödəmək üçün içqat tənəffüs yaranıbdır və bildiyiniz kimi qan həm nəfəs alma vəziyyətində ağciyərlərdə, həm də nəfəs vermə vəziyyətində oksigenlə zənginləşmiş olur. Odur ki, deyə bilərik ki, nəfəs verdikdə belə onların qanı oksigenlə zənginləşmiş olur. Baxırıq, öyrəndiklərinizi yoxlayın. Burada birincidə deyilir, bir hüceyrəli canlılar üçün hansı tənəffüs tipi xarakterikdir? Biz qeyd elədik ki, keçən dəfəki dərsimizdə ki, yaşayış şəraitindən asılı olaraq, inkişaf xüsusiyyətindən və enerjiya tələbatından asılı olaraq bütün canlılar deməli, tənəffüs prosesini həyata keçirilir. Bir hüceyrəli canlılarda isə bu tənəffüs bədən səthi ilə həyata keçirilir. Onlar bir hüceyrədən ibarət olduğuna görə onlarda oksigenin hüceyrəyə daxil olması, karbon qazının xaricə su mühitinə keçməsi hüceyrənin membranı vasitəsilə həyata keçirilir ki, mən buna həm də membran tənəffüsü deyirəm. İkinci, tənəffüs tiplərini bir-birindən fərqləndirin. Yaşadığı mühitdən asılı olaraq qeyd elədik ki, enerjiya tələbatı ödəmək üçün həm də inkişaf tipindən asılı olaraq müxtəlif canlılarda müxtəlif tipli tənəffüs orqanları yaranmışdır. Bildiyiniz kimi suda yaşayanlarda bədən səthi ilə tənəffüs, inkişaflarından asılı olaraq qəlsəmə tənəffüsü həyata keçirilir və yaxud dəri tənəffüsü qurbağalar suyun içərisində olarsa, suyun altında yalnız dəri tənəffüsünü həyata keçirirlər və yaxud da ki, quruda yaşayanlarda isə traxeyalarla tənəffüs və ağciyərlərlə tənəffüs yaranmışdır ki, bu da yuxarıcı deməli, mövzumuzda da qeyd elədik ki, inkişaflarından, enerjiya olan tələbatlarından asılı olaraq onlarda müəyyən qədər tənəffüs orqanlarında fərqlilik yaranmışdır. Bu qədər qalanları tənəffüs haqqında bu qədər, qalanları növbəti dərsimizdə. Sağ olun.